Salam aleykum qızlar. Sizlər üçün Moskvada Ximki bazarını çəkirəm. Bazarın gözəlliyinə baxın, tərtəmiz, gül kimi. 100 rublim 2 manatdır, 1000 rublim isə 20 manatdır. Qiymətləri siz ətraflı çəkmişəm, baxa bilərsiniz. Kartoşka burada çox bahaydı. Avuşnoyun qiymətləri hədsiz dərəcədə bahadır. Kartofun qiyməti 2 manatdan başlayır. Bir çox məhsullar bahadır, bəziləri isə qiyməti münasibdir. Bazarın ən çox sevdiyim halı çox təmiz olmağı, 1 qram iyi gəlmir, gül kimi, tərəzilərdə allatmırlar, çox gözəldir. Mən bazar olduğuna inanmazdım, mənə deməsədilər ki, bura bazardır. Səhifəmizi izləməyi unutmayın, bol rəy yazın, paylaşın, dostluq atmağı unutmayın ki, sizlər üçün hər zaman faydalı videolar çəkməyə çalışıram. Sizlə izləməyi unutmayın. Ləlik. Burada kartoşkanın kilosu 2 manatdır. Kızlar, Moskvada mən nəyi sevdim? Burada hədsiz dərəcədə çox pendirlər var, çeşidlər. Burada qızlar Kitay mətbəxinə aiddir, çox ximiki, şorabalar.